Salam uşaqlar, bugünkü videomuzda faiz haqqında danışacağıq. Burada gördüyünüz kimi faiz nədir? İlk öyrənməli olduğumuz şey faizin nə olduğudur. Deməli, nəzərdə tutulan hissənin tam hissəyə nisbətinə faizlə göstərmək olur. Necə yəni? Gəlin ilk növbədə bu hissəyə baxaq ki, nəzərdə tutulan hissənin tam hissəyə nisbəti nədir? Biz bilirik ki, nəzərdə tutulan hissə və tutaq ki, hər hansı bir dairəmiz varsa, hər hansı bir dairəmiz varsa, yəni pizza olsun və s. biz onu götürüb 4 hissəyə bölsək, əgər, sonra da 3 hissəsini götürsək ümumi şəkildə. Biz onu nə edirdik? Deməli, götürdüyümüz hissəni necə ifadə edə bilərdik? Bu şəkildə ifadə edə bilərdik ki, kəsr xətti çəkirdik. Ümumi böldüyümüz hissəni məxrəcə, aşağıya yəni yazırdıq. Neçəyə bölmüşük? 4-ə qeyd etdim. Neçəsini götürmüşük? 3-ünü götürmüşük. Götürdüyümüz hissəni isə sürətə yazırdıq. Və buna kəsr deyirdik. Yəni, nəzərdə tutulan hissənin tam hissəyə nisbətini kəsrlə göstərirdik. Eyni zamanda faizlə göstərmək olardı. Deməli, biz həm də nəzərdə tutulan hissəni faizlə də göstərə bilərik və yaxud da kəsri də faizlə göstərə bilərik. Bax, belə. İndi baxaq görək faiz nədir ki, biz onu faizlə ifadə edə bilərik. Buna baxaq. Deməli, faiz ədədin %1-nə faiz deyilir və %1-i faizi bu şəkildə göstəririk. Bax, gördüyünüz kimi bir kvadratım var və həmin kvadratı 100 hissəyə bölmüşəm. Böldüyüm 100 hissədən 35-ini götürmüşəm. 35-ini götürmüşəm və ona %35, yəni %35 hissəsini götürmüşəm. 100 hissəyə böldüm, 35 hissəsini götürdüm və ona 35 faiz deyilir və bu şəkildə yazılır. Rəqəmin özü qeyd olunur, daha sonra faiz hissəsi yazılır və 35 faiz adlanır. 35 faiz. Bu da belə. Gəlin əsasına baxaq görək ki, sübut edək ki, niyə görə mən ədədi 100 hissəyə bölüb 35 hissəsini tapıb, sonra onu 35 faiz deyirəm. Və yaxud da götürüb mən ədədin tutaq ki, 1/4-ni necə mən faizlə ifadə edə bilərəm ki? Bu necə ədədə faizə bərabər ola bilər? İndi isə baxaq. Təsəvvür edin ki, bizim bir dənə kvadratımız var. Və bu kvadratımız, gördüyünüz kimi ekranda bir kvadratımız var. Həmin kvadratın hər hansı bir hissəsini rəngləmişik. Baxın, hər hansı bir hissəsini rəngləmişik. Yəni, ümumi tamdan hər hansı bir nəzərdə tutduğumuz bir hissəni rəngləmişik. Onda həmin rənglənən hissəni necə tapa bilərik? Kəsr hissə ilə tapa bilərik və faizlə tapa bilərik. Biz dedik, faizlə istifadə olunur. Faiz necədir? Necə istifadə olunur? İndi təsəvvür edin, bu kvadratımı mən kəsr hissədə orada rənglənmiş hissə olduğu kimi qalsın və mən götürüm onu 100 hissəyə bölüm. Götürüm həmin kvadratı 100 hissəyə bölüm. 100 hissəyə böldüm. İndi mən neylədim? 100 hissəyə böldüm. Bir tamı 100 hissəyə böləndə nə edirdim? Bir kvadratım, yəni bir dənə kvadratım nəyə bərabər olurdu? %1-ə. Biz öyrənmişik ki, 100 hissəyə böləndə bir hissə %1-ə bərabərdir. Yəni, bir dənə kvadratım. Bəs rənglənmiş hissədə neçə dənə kvadrat var? Yəni, neçə dənə %1 var? Baxırıq, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. 5-in 5-ə nə edir? 25 dənə. 25 dənə kvadratımız var. Və biz demişdik ki, 100 hissəyə böldüksə, bir hissəm nəyə bərabər olurdu? %1-ə. Onda deməli, rənglənən hissə nə eləyirdi? Rənglənən hissə 25 vurulsun, %1 eləyirdi. 25 vurulsun, %1. Və biz həmin %1-i hər dəfə, yəni biz hər dəfə müəyyən bir, məsələn, lap burada kvadrat oldu, indi biz dairə ola bilər, düzbucaq ola bilər və 100 ola bilər, 1000 ola bilər və ya da 365 ədədi ola bilər və s. kimi ədədlərin də faizini tapa bilərik, yəni müəyyən bir hissəsini tapa biliriksə, hər dəfə götürüb onu 100-ə bölüb %1-ini hissəyə vurmaqdansa, biz həmin hissəni faiz adlandırmışıq və yazmışıq 100-ün yerinə, %1-in yerinə faiz işarəsi qoymuşuq. Onda nə edirdik? Cavab faizlə nəyə bərabər olurdu? Cavab faizlə 25 faizə bərabər olurdu. Yəni, bu o deməkdir ki, 25% götürdüyüm hissə, yəni mən götürdüyüm hissə, ümumi hissənin %1-ini 25 dənə %1-inə bərabərdir demək istəyirəm. Yəni, bu budur. Faiz deyəndə hər dəfə yadınızda saxlayın ki, faiz 25-dir və faiz %1-dir. Və faiz %1-dirsə, 25 də o deməkdir ki, bir ədədi 100 hissəyə bölmüşəm bir şeyi və onun neçə dəfə %1 hissə var? Onu tapmışam. 25 dənə %1 hissə rənglənmiş sayılır. Və bu faiz adlanır.
Deməli, rəngləndirilmiş hissəmiz neçə faizdir? 25%. Biz nə dedik? 25 faizim eyni zamanda 25 vurulsun 1 bölünsün 100'dür. Və bu eyni zamanda nəyə bərabərdir? 25 bölünsün 100'ə. Və biz kəsirlərin onluq kəsirə çevrilməsindən öyrənmişdik. Kəsir onluq kəsirə çevriləndə nə edirdik? Virgül sağdan sola doğru sürüşürdü, sayırdı. Bu da eləyir 0,25. Deməli, həm 0,25-i faizlə göstərə bilərik. Yəni, harada ki, 0,25 gördüksə, deməli, 25%-ə bərabərdir və yaxud da hər hansı bir 100 ədəd görülürsə, eyni zamanda onu kəsirlə də ifadə edə bilərik. Kəsirlə də ifadə edəndə nə edirdik? Baxın, fikir verin. 25-i hər dəfə hərəsini bir ixtisar edəsək, 25 ixtisar olduqda 1 qalırdı. 125 ixtisar olduqda neçə qalırdı? 4. Deməli, biz kvadratın əslində 4 hissəyə bölsək bərabər, 4/1-ni rəngləmiş oluruq. Eyni zamanda 125-ni rəngləmiş oluruq. Eyni zamanda da 25%-ni rəngləmiş oluruq. Deməli, biz burada həm nəyi öyrəndik? Həm 25%-i nə olduğunu öyrəndik. Niyə görə 25% ifadə edirik deyə öyrəndik. Həm faizi kəsir kimi göstərə bilirdik. Həm də onluq kəsir şəklində göstərə bilirik. Amma bunun dəqiq hesablamalarını da irəlidə öyrənəcəyik. İndi isə uşaqlar faizin qısa anlayışlarına baxaq. Burada gördüyünüz, deməli, gördüyünüz ekranda 100%, 50%, 50%, 0% və 25%. Bunları necə kəsir hissə kimi ifadə və ya onluq kəsir kimi ifadə edə bilərik, onlara baxaq. İlk növbədə 100%-imiz nə demək istəyirdik? Biz deyirdik ki, faiz işarəsi o demək idi ki, %1-in qısaldılmış şəkildə yazılışı idi. Deməli, 100%, 100 vurulsun %1 deməkdir. 100 vurulsun %1, yüzlər olduğu kimi ixtisar edilir. Cavabda nə alırıq? 1 tam. Bunu bu olduğu kimi qeyd etdik. Deməli, 100% 1 tama bərabərdir. Bəs 50%, 50% indi yoxlayaq. 50%, 50 vurulsun, 50 vurulsun, burada işarə 50 vurulsun %1 demək. Yenə faiz işarəsini %1 çevirib özü üçün yazdıq. 50 ilə deməli 50%-ə 100, 50 ilə 100 ixtisara gedəndə nə qalır? 2-də 1. Cavabımız 2-də 1. Deməli 50% 1 tamın yarısı deməkdir. Yəni isə başqasını yoxlayaq. İndi isə 25% yoxlayaq. 25% 25 vurulsun %1 deməkdir. 25%-i %1, 25 ilə 100 ixtisara gedir. Bilirik ki, tam ədədi kəsir hissəyə vuranda məxrəclə tam hissə ixtisara gedə bilir. Çünki tam hissə sürətə keçir. Sürətlə məxrəci ilə ixtisar edə bilərik. 25-25 bölən nə eləyir? 4-də 1. Deməli, 25% 1 tamın həmişə 4-də 1-i, 50% 1 tamın həmişə yarısı, 100% isə 1 tamın özünə bərabərdir. 0% isə heç boşluq, yəni 0 olmaz. Yəni, əgər mən bir qabı içərisinə suyu heç doldurmuramsa 0% boş qalır. Əgər qabın 25%-ni doldururamsa, onun 4-də 1 hissəsini doldurmuş sayılıram. Yox, əgər mən bir qabın 50%-ni doldururam deməkdirsə, qabın yarısını doldururam deməkdir. Yox, əgər 100%-ni doldururam deməkdirsə, qabın tamamını doldururam deməkdir. Deməli, biz bu nə nəticəyə gəldik? O nəticəyə gəldik ki, 0% şiftir 25%-dən, şiftir 50%-dən, şiftir 100%-dən. Yəni, faiz aralığı 100%-ə çatana qədər, yəni 1 tama çatana qədər bir-birindən çift sayılır. Ardıcıllıqla davam edir. Bəli, faiz göstərən ədədi, yəni faiz işarəsinin qarşısında olan ədədlər ki, yerləşir burada. Məsələn, 35%-də 35, 45%-də 45, 50%-də 50-dir. Faiz göstərən ədədi %1-ə vursaq, %1 nə idi? Faiz işarəsinin özü. %1-ə vursaq, həmin kəsiri ixtisar edərək həm kəsir formasında, həm də onluq kəsir formasında yaza bilərik. Onda gəlin 35%, 45 və 50%-i kəsir və onluq kəsir şəklində yazaq. Nə edik? Faiz göstərən ədədi 35-i %1-ə vururuq. Yəni, faiz göstərən ədədi 100-ə bölməklə. 35 bölünsün 100. Faiz göstərən ədədi. Sonra ixtisar edirik. 35 bölünsün 100-ü ixtisar eləmədən 0,35 şəklində yazırıq. Vergül sıfırların sayı qədər sağdan sola qədər sürüşür və vergül atır. 0,35 yazılır. İndi onluq kəsir şəklində yazsaq 0,35 almış olarıq.
Ancaq kəsr şəklində yazanda nə edirdik? Kəsr şəklində yazanda isə ixtisar eləyirdik. Və 35-i 5-ə bölürdük. 100-ü də 5-ə böləndə cavabımız 20-də 7 olmuş olurdu. Deməli, kəsr işarəsində 20-də 7 almış oluruq. Bəs, indi isə 45-ə baxaq. İndi isə 45-ə baxaq. 45% kəsr və onluq kəsr şəklində göstərmək, faiz göstərən ədədi 100-ə bölürük. Sonra hər tərəfi ixtisar edirik. 45 5-ə ixtisar olunur. 100 də 5-ə ixtisar olunur. Cavabda isə 20-də 9 almış olur. Bu da 20-də 9. Onluq kəsr şəklində yazsaq isə, onluq kəsr şəklində yazdığımızda heç ixtisar eləmədən vergül sağdan sola sıfırların sayı qədər addım atıb 0,49 olaraq yazırıq. 0,49, 45. 0,45, 45'e bölürüz. İndi isə 50%. 50%-i biz çox rahatlıqla bayaq baxdıq ki, 50% kəsir olaraq 2-də 1-ə bərabərdir. 2-də 1 isə onluq kəsir olaraq 0,5-ə bərabərdir. Deməli, ədədi kəsir şəklində göstərmək, faizi kəsir şəklində göstərmək üçün onu faiz göstərən ədədi 100-ə bölmək lazımdır. Ondan sonra isə həm kəsir, həm də onluq kəsir şəklində göstərmək olar. Bugünkü videomuz bu qədər. Uşaqlar, bugünkü videomuzda faiz anlayışı haqqında danışdım. Gələn videomuzda isə, növbəti videomda faizdə ədədinə görə faizin tapılması, faizə görə ədədin tapılması və müəyyən faiz artma və azalma məsələlərinin işləyəcəyik. Ümidvaram video sizə aydın oldu. Əgər əlavə suallarınız və istəkləriniz varsa, yorum qisminə qeyd edə bilərsiniz.